Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Bugün bazar günüdür. Xoş istifadeler arzulayıram sizə və biz keçən həftə nələr etdik VIP kanalında, CIP kanalında, Qonaqol Telegram kanalında. Təbii ki, bizim bütün verdiğimiz proqnozlar super dərəcədə, yəni ən maksimal, ən dəqiq, son dərəcə dəqiqliklə öz əksini tapdı. Əsasən də bizim izləyicilər üçün maraqlı olan yani Nasdaq idi, S&P idi, Dow Jones idi, DAX idi. Yani biz demiştik ki kəskin olarak yani enəcək, tabii ki kəskin olarak endi. İzləyicilər maraqlıdır ki bu yeni enəcək mi? Tabii ki. 3-cü günə qədər, gələn həftənin 3-cü günə yəni enişlər müşahidə olunur və siz bundan yararlana bilərsiniz. Amma yuxarıdakı müqavimət xəttləri də yaddan çıxartmaq olmaz. Bunda biz sabah sizə dəqiq məlumat verərik.